Zori Balayan 91 yaşında vəfat etdi. Onun sözləri və ideyaları miras kimi deyil, belə şeylərin bir daha təkrarlanmaması üçün xəbərdarlıq kimi yaşayacaq. Today Press TV xəbər verir ki, bu barədə Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus yazıb. O qeyd edib, Azərbaycan və Ermənistan xalqlarının Zori Balayan kimi şəxslərin ucbatından yaşadığı faciənin miqyasını anlamaq üçün bəzən bəşəriyyətin yaşadığı təcrübəyə nəzər salmaq lazımdır. 20-ci əsrdə dünya Joseph Goebbels kimi əlinə silah almayan, amma onun kütləvi istifadəsini mümkün edən bir fiqurla üzə gəldi. Onun gücü başqa yerdə idi. Nifrəti normaya çevirirdi. Düşmənin mərhəmətə layiq olmadığını təlqin edir. Cəmiyyəti addım-addım ona qarşı zorakılığın qəbul edilə bilən olduğu düşüncəsinə gətirirdi. Unutmamaq vacibdir ki, fəlakətlər güllə ilə başlamır. Mətnlə, sözlə, ideya ilə başlayır. 10 illiklər keçdi və elə görünürdü ki, nasist Almaniyasının dərsi mənimsənilib. Amma tarix eyni məntiq üzrə başqa məkanda və başqa adlarla yenidən təkrarlandı. Qarabağ münaqişəsi təkcə siyasət və sistemlərin dağılması səbəbindən faciəyə çevrilmədi. O, ona görə faciə oldu ki, yenidən bölücülük dili ilə danışanlar tapıldı. Elə insanlar ki, qonşunun düşmən olduğunu, onunla birgə yaşayışın mümkün olmadığını, münaqişənin qaçılmaz olduğunu təlqin etməyə başladılar. Bu koordinat sistemində Zori Balayan ən əsas fiqurlardan birinə çevrildi. Onun mətnləri, ritorikası, ideyaları bir çoxları üçün sadəcə fikir deyil, bəraət oldu. Düşmənçiliyə, qəddarlığa, müharibəyə bəraət. Mexanizm 10 illiklər əvvəl olduğu kimi idi. Əvvəl söz oldu, sonra inandırma, ardınca total nifrət və sonda qan töküldü. Goebbels ilə Zori Balayan arasındakı ən dəhşətli paralel də məhz budur. Miqyasda və ya tarixi kontekstdə deyil, təsirin mahiyyətində. İdeologiya insanı qarşısındakı insanı insan kimi görmək qabiliyyətindən məhrum edəndə. Birinci və ikinci Qarabağ müharibələri yalnız siyasi qərarların nəticəsi deyil. Bu, uzun müddət insanların şuuruna yeridilən ideyaların nəticəsidir. Nəticədə 10 minlərlə insan həyatını itirdi. Minlərlə insan etkin düşdü. Milyonlarla insan qaçqına çevrildi. Bu, Goebbels və Zori Balayan kimi insan sifətində olan şəxslərin sözlərinin bəşəriyyət üçün qiymətidir. Bəzi həqiqətlər mübahisə doğurmur. Nifrətin qızışdırılması həmişə faciəyə aparır və bunu edənlər döyüş meydanında olmasalar belə məsuliyyət daşıyırlar.